Salam, xoş gördük hər birinizi. Bugün sizə abituriyentlərin yaralı yeri olan no və not əvəzliyinin oxşar və fərqli xüsusiyyətlərini izah edəcəm. İlk olaraq başlamaq istəyirəm no və notun oxşar xüsusiyyətlərindən. Uşaqlar, no və not özündən sonra həm tək, həm cəm, həm də sayıla bilməyən isim qəbul edə bilir. Bundan əlavə, no və notdan sonra heç bir halda of-dan istifadə etmək olmaz. İndi isə keçirik fərqli xüsusiyyətlərinə. Birinci başlayacağıq no əvəzliyindən. Yadda saxlayırsınız ki, no və ismin arasına heç bir zaman təyinici əlavə eləyə bilmərik. En, z, my, your, his, her kimi yəli əvəzlikləri, this, that kimi işarə əvəzlikləri və ya any kimi əvəzliklərdən istifadə eləmək olmaz. Məsələn, no any books, no a book, no some books, no my books və s. kimi ifadələrdən istifadə etmək olmaz. No və ismin arasına girə bilən yeganə təyinici bir other əvəzliyidir, bir də more əvəzliyidir. Uşaqlar, siz bunları no və ismin arasında rahatlıqla istifadə edə bilərsiniz. Məsələn, no other books, no more tea və s. kimi ifadələr doğrudur. No və ismin arasına təyinicinin daxil olmaması o demək deyil ki, onun arasına sifət girə bilməz. No ilə ismin arasında sifət işlədə bilərik. Məsələn, no interesting books ifadəsi tamamilə doğrudur. Amma bunun əksinə not və ismin arasında mütləq şəkildə təyinicidən istifadə eləməliyik. Az öncə sadaladığım en, my, your, his, her kimi yəli əvəzlikləri, this, that kimi işarə əvəzlikləri, any kimi əvəzliklər not və ismin arasında mütləq şəkildə istifadə olunmalıdır. Təkcə burada yadda saxlayırsınız ki, not some books ifadəsi yanlışdır. Çünki some inkar cümlələrdə işləmir. Testlərdə qarşınıza çıxsa, bilirsiniz ki, not və ismin arasında some'dan istifadə eləməyəcəyik. No və notun oxşar və fərqli xüsusiyyətləri bu qədər idi uşaqlar. Əlavə sualınız varsa rəylərdə qeyd edin, cavablandırmağa çalışacağım. Hələlik.